1400 il bundan əvvəl baş verən Kərbəla hadisəsinə niyə matəm saxlayaq ki? Bu sualı bir çox insan verir. Çünki aradan 1400 ildən çox vaxt keçib və insan düşünür, bu qədər vaxt keçibsə, niyə hələ də yas tutulur? Əslində burada iki fərqli baxış var. Birinci baxış budur ki, Kərbəla sadəcə tarixi hadisə deyil. Bu düşüncəyə görə Həzrət Hüseyn İbn Əli zülmə qarşı duruşun, ədalətin və haqqın simvoludur. Ona görə də onu anmaq, həmin dəyərləri yaşatmaq kimi qəbul edilir. İkinci baxış isə belədir. Kərbəla böyük və acı bir hadisə olsa da, 1400 il sonra hər il matəm saxlamaq dini baxımdan vacib hesab edilmir. Bu fikri müdafiə edənlər deyirlər ki, tarixi hadisələrdən dərs almaq kifayətdir və insan həyatını davam etdirməlidir. Bəlkə də əsas sual, niyə matəm saxlamalıyıq deyil. Əsas sual budur. Kərbəla bizim üçün sadəcə keçmişdə qalmış bir hadisədirmi, yoxsa zülm və ədalət haqqında hələ də düşünməyə vadar edən bir dərsdirmi? Çünki bəziləri Kərbəlanı göz yaşı ilə xatırlayır, bəziləri isə ondan nəticə çıxarmağa çalışır. Bəs düşün, bir hadisəni xatırlamağın ən doğru yolu onu hər il ağlamaqdır, yoxsa onun verdiyi dərsi həyatında yaşatmaq?